Salam hörmətli tamaşaçılar, efirdə xəbər vaxtıdır. Studiyada mən Turac İbrahimovayam. Hüquq mühafizə orqanlarının əməkdaşları Qara Bazar adlanan bazarda dəyəri təxminən 85 milyon lari olan 298 kiloqram narkotik vasitə olan heroin müsadirə ediblər. Gürcüstan vətəndaşı qanunsuz olaraq küllü miqdarda narkotik vasitələrin alınması, saxlanması və ölkəyə gətirilməsi ittihamı ilə həbs edilib. Biz Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aşkar edilmiş beynəlxalq narkotik ticarətinin görünməmiş miqyası ilə bağlı məlumatı ictimaiyyətə çatdırmaq istərdik. Hüquq mühafizə orqanlarının əməkdaşları Qara Bazar adlanan bazarda dəyəri təxminən 85 milyon lari olan 298 kiloqram narkotik vasitə olan heroini müsadirə ediblər. Gürcüstan vətəndaşı qanunsuz olaraq küllü miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, Gürcüstana qanunsuz gətirilməsi ittihamı ilə həbs edilib. İstintaq müəyyən edib ki, gömrük sənədlərinə əsasən oda davamlı kərpiclə yüklənmiş yük maşını Ququti gömrük keçid məntəqəsindən Ermənistan Respublikasından Gürcüstana daxil olub. O, Batumi vasitəsilə Avropaya çıxarılmalı imiş. Hüquq mühafizə orqanlarının əməkdaşları rəsmiləşdirmə iqtisadi zonasının ərazisində yük maşınının qoşqusuna ətraflı baxış keçirərkən kərpic imitasiya edən 600 ədəd plastik qab aşkar ediblər. Qablara gizli şəkildə 298 kiloqram narkotik vasitə olan heroin qoyulub. Bu misli görünməmiş beynəlxalq narkotik vasitələrin qanunsuz dövriyyəsi faktı Mərkəzi Kriminal Polis İdarəsinin, Patrul Polis İdarəsinin, Baş Prokurorluğun və Maliyyə Nazirliyinin, Gəlirlər Xidmətinin, Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat tədbirləri və istintaq nəticəsində aşkar edilib. Qeyd olunan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində hüquq mühafizə orqanları tərəfindən müvafiq kompleks tədbirlər fəal şəkildə davam etdirilir. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə istintaq aparılır. Cinayət 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutulur. Gürcüstanın Daxili İşlər Naziri Gela Geladze öz müavini Roland Meski və ikinci müavini Georgi Butxuz ilə birlikdə Kvemokartli bölgəsində əməkdaşları ilə görüşlər keçirib. Görüş zamanı Nazir Kvemokartli Polis İdarəsinin və Patrul Polis İdarəsinin rəhbər və əməkdaşları ilə görüşüb. Geladze polis bölmələrinin nümayəndələrindən rayonda cinayətkarlıqla mübarizə, polisin profilaktik tədbirləri, yol hərəkəti təhlükəsizliyinin vəziyyəti barədə ətraflı məlumat alıb. İsrailin baş naziri Benyamin Netanyahu'nun ofisi bugün səhər verdiyi açıqlamada bildirib ki, müharibə başlayandan bəri İran İsrailə qarşı 400-dən çox ballistik raket və yüzlərlə pilotsuz uçan aparat atıb. Nəticədə ölkə daxilində 40-a yaxın zərbə endirilib. İranın həyata keçirdiyi ballistik raket hücumlarının nəticəsi olan hücumlar nəticəsində ölənlər var. Palitra El nəşriyyatının əməkdaşları bugün Marneolidə oxucularla görüşdülər. Baharla yeni vərəq çevir sloqanı ilə yazıçılar ölkənin 20 bələdiyyəsində görüşlər keçirəcəklər. Palitra El nəşriyyatının 20 yaşı tamam olur. Yubileyi ilə əlaqədar nəşriyyat bütün ölkə üzrə ədəbi qastrol səfərinə başlayıb. Oxuyucularla birbaşa ünsiyyətin məqsədi təəssüratları bölüşmək və kitablara əlçatanlığı artırmaqdır.
Turne çərçivəsində Marneoliyə gəldik. Burada çoxsaylı insanlar bizi qarşıladı. Təəssüratlarla dolu bir gündür. Buradakı vəziyyət gözləntilərimi aşdı. Burada danışıqlı, kitab sevər uşaqların yaşaması fəxr olunası faktdır. Ədəbi tur çərçivəsində Palitra El komandası Marneoliyə səfər edib. Oxucular yazıçılardan Tatiya Qvinyaşvili və Aleko Şuqladze ilə şəxsən tanış olma imkanı əldə etdilər. Bütün nəsillərin oxucuları üçün nəzərdə tutulmuş tədbir müxtəlif idrak və maarifləndirici fəaliyyətlərlə zəngin idi. Bugün Əl içində etiraf və Bir otaqda bir həftə adlı kitablarım haqqında bəhs edəcəm. Müasir yazıçılıqla bağlı görüş iştirakçılarına məlumat verdim. Bilirəm ki, kitablarımı oxuyurlar. Onların fikri mənim üçün maraqlıdır. Bugünkü kitab sərgisi çox maraqlı idi, çox yaxşı idi. Bugün çox qeyri-adi və gözəl kitablar gördük. İstərdim ki, bu kitablar və bu sərgilərdən çox olsunlar oldu və çox maraqlı keçdi bu gün. Kitab выставkası çox yaxşı idi, çox xoşuma gəldi. Çoxlu hədiyyələr verdilər bizə və kitabları da çox bəyəndik. Çox təşəkkürlər. Baharla yeni vərəq çevir. Bu mesajla ədəbi tur 3 ay ərzində 20 şəhəri əhatə edəcək. Yekun görüş avqustun 18-də Acarıstanda keçiriləcək. Tornike Şengeliya İtaliya çempionatının finalında 31 xal, 9 rebound və 5 məhsuldar ötürməklə karyerasının ən yaxşı oyunlarından birini keçirərək Virtus Boloniyanı A seriyasının çempionluğuna gətirib çıxardı. Boloniya komandası həlledici görüşdə Olimpiya Milanı 96-80 hesabı ilə məğlub etdi. Gürcü forvard finalın ən təsirli oyunçusu və MVP oldu. Parlaq performansı ilə Virtus 17-ci İtaliya çempionluğunu qazandı. Və salam, hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. I wish I didn't take life so seriously. I wish I didn't take life so seriously. I wish I didn't take life so seriously.